Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, hörmətli futbol həvəskarları. IQ Sportsun layihəsi Tura Baxış efirdədir. Azərbaycan çempionatında 26-cı turun görüşlərini, oyunlarını dəyərləndirəcəyik. Bu dəfə də 2 nəfər olacaq qarşınızda. Ələkbər yoxdur, Alik yoxdur. Allah ziyarətini qəbul eləsin, ziyarətə gedib. Ruslanla mən, İsmail Abdullayev 26-cı oyun gününün nəticələrini danışacağıq. Maraqlı nəticələr qeyd alındı. Hər vaxtın xeyir olsun, Ruslan. Aleyküm salam, günümüz Necəsən, nə var, nə yox, işin gücün? Səhər tezdəndən mən durub gəlmək, beləsinə efirdə olmaq. Oradan da birinci növbədə borcumuzdur. Çünki millətimizə qulluq edirik. Tamaşaçılarımızı sevindiririk. Onlar da bizi səbirsizliklə gözləyir. Düzdür, nə qədər də biraz çətin olsa səhər-səhər efirdə. Mənə çox çətindir. Özdə səndən gələn zəngi. Mən elə budilnikəm də. Telefonu skoçlamışdım ağzıma ki, yatım qalmayayım. Ruslan yığacaq. Amma 3-cü qulaqdan götürdüm də. Bir tut. Götürən kimi yaxşı bir xüsusiyyətin var ki, sıraz ayılırsan sən. Bildin necə? Yo, hiss elədim ki, səndə o narahatlıq var idi o səsində ki, yatmayacaqsan bir də. Bir də yatmayacaqsan. Hər ehtimala yarım saatdan sonra yenə yığdın halaldı. O yoxlama idi, o yoxlama idi. Çünki məsuliyyətliyəm qardaş o barədə. Gecikdim, durdum. Əlüzün yudumu qaqam. Çıxırsan mı? Hardasan? Yoldasan? Taksi zakaz elədin. Biz bütün gizlən gəlib burada olub da gecikdirsən, gözləmişik. Ona görə də tamaşaçılarımızı da salamlayırıq. Oradan da bu 26-cı turda baş verən bu nəticələr hardasa gözləntilər də vardı, gözlədiyimiz nəticələr də vardı və sürpriz nəticə də var idi. Bir heç-heçə qeydə alındı, 4 oyunda isə qalib müəyyənləşdi. Bəli. Turun mərkəzi maçı hesab eləmək olar. Əslində 2 maraqlı mərkəzi oyun var idi. Neftçi Turan Tovuz və Araz Naxçıvan Qarabağ qarşılaşması. Bəli. Etiraz eləmirsənsə elə liderlərin oyunundan başlayaq. Yəni Qarabağın. Etiraz eləyirsən, sonda gecə Neftçi Turan Tovuz. Araz Naxçıvan Qarabağ maçı 4 qol vuruldu, qırmızı vərəqə oldu. Araz hesabı açdı, amma üstünlüyü qoruyub saxlaya bilmədi. Nəriman Axundzadənin qəhrəmanlığı, bərabərliyi qolunu vurdu. Leandro Andrade'nin fərqlənməsinə şərait yaratdı, amma hesab 1-2 olanda aləm dəydi bir-birinə. Bəli. Benziyanın təhrik edici hərəkətləri aləmi qatdı bir-birinə. Musa Qurbanlını sakitləşdirmək mümkün deyildi. Elvin Cəfərquliyev Felipe'nin üzərinə şığıyırdı. Felipe, bilmirəm, o şillə deyirlər bizdə, sillədir də, yəni sillə ilə boyun nahiyəsində o açıq-aşkar göründü. Amma Elvin də rəqibin boğazından 2.50 belə yapışmışdı. Hətta jurnalistlər sual verəndə oyundan sonra ki, yəni niyyətin nə idi? Deyir, o tutub sıxmaqla sakitləşdirmək istəyirdim. Bilməm nə dərəcədə bu hərəkətin fonunda futbolçu sakitləşə bilər. Bir nəfər sənin gəlib boğazından yapışır özdə 2 əllə. Sən sakitləşərsən, yoxsa əksinə yenədən qıcıqlanarsan? Əlbəttə ki, yenədən qıcıqlanacaqsan. İndi o epizodda baş verən anlarda düzdür, yəni qıraqdan elə görsənir agresiya, orada hamı düşür Filipe'nin üstünə, amma orada elə bil başlanğıc Benziyadan başlayır. O da bilsən necədir? Belə oyunlar, məsələn, Qarabağ komandası da özü də bilir ki, məsələn, Araz Naxçıvana qarşı oynayır. Araz Naxçıvan da, yəni bu dəqiqə bizim çempionatda oradan da ilk turlardan elə maraq qatıb, elə bir oyun sərgiləyir ki, yəni baxmayaraq ki, indi son turlarda biraz hardasa hücumçularla bağlı problemi var. İtkilərə görə. İtkilərinə görə. Elə bu oyuna da itkilərlə çıxmışdı. İtkilərlə çıxmışdı, amma yenə də hesabda irəli. Və nəyə gətirirəm sözümü? Klub özü bilir ki, Araza qarşı oynayır və Araz komandası nə dərəcədə disiplinli oyun boyu 90 dəqiqə ərzində. Bərk komanda. Yəni doğrudan da bərk komandadır və bu da Elmar müəllimin qurduğu, məsələn, yaratdığı o komanda kollektivi, yəni bunun oyun üslubu belədir ki, minimum səhvlərə yol verək, müdafiədə boşluqlar buraxmayaq və irəlidə də, hücumlarda da hansısa müəyyən bir dənə, 2 dənə, 3 dənə, 5 dənə və yaxud da nə qədər sayın fərqi yoxdur. Qarabağ elə tip komandadır ki, sən Qarabağa qarşı oyun ərzində 3 maksimum 4 qol epizodu var. Çünki səhvlərə yol vermir, əlbəttə ki, Qarabağda gör neçə
Onlar da bərk komandadır necə deyərlər. Yəni çalışırlar ki, səhvlərə yol verməsinlər. Çünki bizdə çempionatda bu dəqiqə elə bir şeydir ki, bir tərəfdən marağı olan bir şey, yaxşı bir məqam odur ki, artıq səhv edirsən və o səhvdən sənin sırazu elə bir nəticə çıxardılar. Qabaqlar belə bir şeylər yox idi. Məsələn, 2 dənə, 3 dənə 100% kimsə səhv edirdi. Amma rəqib komanda səni bağışlayırdı. Bundan qabaqki oyunda da məsələn Araz Naxçıvan qapıçısı hansı ki anlaşılmazlıq oldu. Sabahla oynadı deyəsən, qabağından ayağından belə vurdu. Hansı ki belə baxırsan səhvdir də, indi tutaq ki bir dənə balaca anlaşılmazlıq qapımda qol oldu. İndi Nəriman Axundzadə vurduğu o Tural Bayramov qıraqdan məsələn ötürmə eləyir. Qapıçı topu tutmaq istəyir, əlindən buraxır. Sırazu yanından oyuncu bitirir. Dərhal sırazu elə bir Nəriman istəyirdi ki, birdən buraxar əlindən. Elə orada yəni belə baxanda qapısında sadə bir qol. Hansı ki individual yarım gol fərdi yarım gol deyil. Yəni fərdi səhv edirəm və bu səhvi indən sonra yəni çempionatda bütün hamı dərk eləməlidir. İstəyir müdafiəçi, istəyir hücumçu, istəyir qapıçı fərq etməz. Yəni sən balaca bir səhv elədinsə sənin qapında qol olacaq. Hesabda irəliyə keçdi. Qırmızı vərəqə də istər-istəməz təsir elədi. Düzdür, Qarabağ öndə idi, amma istəyirəm ki, Qarabağ görür ki, məsələn, elə bir müqavimət göstərir. 83-də qırmızı vərəqə, rəqib azlıqda qalır, Araz azlıqda qalır və istər-istəməz o müddətə qədər, o dəqiqəyə qədər də yorğunluq var. Qarabağ dominant futbol oynayan komandadır. Rəqibi yorur, topsuz qoyaraq. Bu da istər-istəməz sən aqressiyaya gətirib çıxarır hardasa. Əlbəttə. Bax, professional futbolçu düzdür, təhrik edici hərəkətlərə, ifadələrə əslində uymamalıdır, getməməlidir. Amma belə oyunlar da olur. Qurban Qurbanov da dedi ki, bu müasir futbolda biz Avropa və dünya futbolunda da belə şeylər görürük, amma meydan, yəni bu cür hərəkətlərin yeri deyil də. Çıxıb oynamaq lazımdır. Yəni bu cür hərəkətlər yol verilməzdir. Söyüş olsun. Biz konferansiyada da özü də sən demiş, yəni Qurban müəllim vurğuladı ki, Musa haqqında sual verirlər ona ki, bəs Musa'yı niyə mən başa düşə bilmirəm. Mən düşündüm ki, görüntüyə baxanda Musa əslində çox sakit təbiətli, xarakterli futbolçudur. Mən məsələn yəni mən görməmişəm elə. Mənə elə gəldi ki, ya onu söyüblər, təhqir ediblər və yaxud qeyri-etik ifadələrdən özü də məsələn xarici dilləri bilir. Bir neçə dildə danışmağı bacarır. Ya indi İspan, Portugal və yaxud hansısa bir dildə ingilis dilində yəqin söyüş olub. Çünki saxlaya bilmirdilər Musanı. Başqa bir hərəkət görmədim orada. Orada toxunuş ancaq Elvinə idi. Girir orada nəsə benziyanın üstünə gedirlər. Musa orada girir nəsə bir moment yıxılır. Bilmirəm onu ayağı düşür yıxılır və yaxud da itəlirlər mi yıxılır bunu və yaxud da orada ola bilər ki nəsə Santos, indi mən bilmirəm də yəni ola bilər ki nəsə deyib. Amma sonradan yəni beləsinə şeylər baş verirdi oradan da yəni belə dava dalaş meydançada belə hava yəni o ajotaj bildiyin o necə başa salınır yəni belə oyunlarda olur və benziyan özünü də beləsinə provosировать eləməyi topu rəqibdən alandan sonra təzədən üstünə... Onun özü də bir ustalıqdır ya. O da bir yəni ki, biclikdir də, futbol bicliyi edir. Futbol ilə gəlir. Komanda elə bir komandadır ki... Zəif nöqtəsini bilir, oyunun gedişatında bilir, mən buradan vura bilərəm. Qızışdıraq, kimsə sarı, qırmızı alacaq və ondan sonra da oynayacaq. Yəni onun özünün o kimsə benziyə desə ki, aləmi qatdı bir-birini, aləmi qatdı bir-birini. Deməyə ixtiyarıdır. Orada qızışdırır, sən orada nə sonra demə. Yaxşı eləyirəm, uyumasın, getməsin. Yəni ona görə səbrini, öz emosiyalarını... Yeri gəlmişə, olub səndə belə bir şey futbolçu karyeranda? Ya səni təhrik eləyiblər, ya sən özün eləmisən. Varsa elə bir xatirə əhvalatın. Belə bir sən necə? İnanmıram olmasın. Köhnə futbolçular, köhnələr lap danışırlar ki, məsələn, elə bir futbolçu olub ki, hücumçuydu, məsələn, saxlaya bilmirdilər. Üstündə deyir, məsələn, lap Sovet dönəmində. Üstündə iynə gəzdirirmişlər. Elə bil korner momentində və yaxud da nəsə elə bil korner qaldırır, qalxıb qaşı elə bir göylə önce görür, soxur riski daldan bir dənə pas. Ay! Bildin necə top getdi. Yəni indi var sistemi var, kimə iynə batırmaq olar. Ancaq sözlə kimisə iynələyə bilərsən. Ancaq kimisə sözlə iynələyə bilərsən. Ona iynə batırdıq yerdə gəlib qırmızı yapışdıracaq alnının ortasında ki, neysə. Yox, iynə haradan nə görünür? Baribadır, mübarizədir. Toxunuram iynə ilə toxunur. Və adi momentləri görsəklər Avropa futbolunda kimsə gəlir qucaqlayanda məsələn tüpürürlər üstünə. Ya barmaq edir, sıraz görür onu südyə. Yəni o vaxtı mən yadımdadır ki, bax iynə var idi. Mən özüm də oynayan vaxtlarında
kimsə məsələn bilirdi ki, tutaq ki, bu oyunçu məsələn simulyasiya eləyir, penaltiyə gedən. Onda o ştrafın içində mən bilirdim ki, ayağımı sokacam, dəyəcək. Məsələn, Nurlan vardı, Novruz. Nurlan. Üstünə gedirdin elə balacaydı. Bir dənə rast ayağını soxurdu, bir də görsən 11 almazdı. Bombardier olmuşdu Azərbaycan çempionu. Amma hakimlər məsələn bilirdi ki, simulyasiyaya daha məsələn 70% simulyasiya edir. Bəli, bax yazıq, amma əslində 100% penalti olanda yıxılanda da. Dur oyna, dəyişə. Şaqqılladıqlar. Sarı vərəqə. Sarı simulyasiya. Onda var yox idi. Yəni deməyim odur ki, qardaş, valla meydanda yəni belə şeylər baş verəcək. Belə şeylər dava dalaş da olacaq, qırmızı da olacaq, sarı da olacaq. Yəni əsas məsələ odur ki, olan şeylər hamısı meydançada qalsın, meydançadan qırağa çıxmasın və futbolçuları da hamısını təmkinli olmağa, belə şeylərə nəinki Araz Naxçıvan, bütün komandaların hamısına yəni onu məşqçilər və yaxud da komanda futbolçuları, yoldaşları hamısı bilməlidir ki, bax bu oyunda bizi belə eləyə bilərlər. Bizi onsuz da Araz Naxçıvan bəyəm ki, hamı çox istəyir ki, oyununla çempionatda çıxsınlar. Elmar Baxşıyev də mətbuat konferansında bu məsələyə toxundu ki, bizi sıxırlar. Çünki baxırlar, görürlər ki, normal çempionat başlayandan yəni komanda liderlər sırasında gedir. Hələ bir moment oldu məsələn birinci Ardıcıl uduzmur deyə. Bir dənə Qarabağ məğlubiyyətindən sonra 12-13 oyunu uduzmurdu nəsə elə bir. Yəni ona gətirmək istəyirəm ki, Araz Naxçıvanı onsuz da əksəriyyətin hamı sevmir. Kimsə futbol adamı, neytral olan adam, məsələn biz veriliş yaparıq. Sən özün Araz Naxçıvana heç bir aidiyyətin yox. Başqasını yox. Hamı deyəndə deyir ki, Araz Naxçıvan nə yaxşı oynayır? 2-ci yerdə gedir. İndi 3-cü yerdə gedir. Məsələn, indi tutaq ki, məsələn də indi bir balaca problemlər var ki, düşüb aşağı. Yəni futbol ictimaiyyətində sevməyənlər də var. Ötən verilişdə nə dedik? Araz Naxçıvan bizi oyunu ilə, nəticələri ilə elə heyrətləndirib ki, bu mövsümdə. Artıq hər hansı bir uğursuzluq fonunda düşünürsən ki, nə baş verir? Halbuki mövsümün əvvəlində belə nəticələr olmasaydı, biz deyə bilərdik ki, yəni Araz Naxçıvandır da bəlli büdcəsinə görə, heyətinə görə normaldır əslində orta sıralarda getməsi. Ona görə də yenə deyirəm, belə şeylərə uymaq lazım deyil. Yəqin ki, bu şeylər bütün komandalara da, ələxüsusda Araz Naxçıvana artıq futbolçular da dərk edəcək ki, nəinki Qarabağın futbolçuları məsələn benziyə. Bundan sonra başqa bir futbolçular, hansısa bir komandada yəni belə bir sənə provokasiya ilə cəlb edə bilər. Yəni belə şeylərə uymaq lazım deyil. Çünki Santos'da bu dəqiqə bombardierlər sırasında gedir. İndi onsuz da maçda da yox idi. Daha bir vacib fiqurunu itirdi. Özdə birbaşa qırmızı vərəqə də o deməkdir ki, 2 oyun ən az oynayır. Amma yenə də yəni orada Elmar müəllim oradadırsa, o nəsə bu vəziyyətdən yəni baş çıxardacaq və komandanın futbolçuları da inanıram ki, gələcək oyunlarda yəni bundan bir nəticə çıxardıb analiz edəcək, nəticə çıxardacaqlar və daha təmkinli, daha səbirli komandanı görəcəyik gələcək. Adday, sanki sırf ehtiyatda oturub sonradan meydana çıxıb qolunu vuran futbolçulardandır. O tipi göstərir. Var da elə. Məsələn bizdə də Arazda daxil oldu, nöqtəni qoydu. Ülvi İskəndərov. Qəbələdə də elədi. Birdən görsən əsas heyətdə oynayırdı. Məsələn şans verirdi Elmar müəllim vura bilmədi. İndi məsələn ehtiyatdan çıxdı, keçən oyun Sabaha qol vurdu. Ondan qabaq da yenə şans qazanır əsas heyətdə də. Yəni belə futbolçular var ki, zərbə idi. İlk 11-likdə başlayır, baxırsan görsənmir. Ona görə qızıl Zamen, Zalatoy Zamen deyirdilər məsələn o vaxtda. Köynədən də futbolçular var idi ki, oradan da Zamen var idi. Çıxırdı məsələn qol. Qızıl oğlan. Amma əsas heyətdə buraxırdı, məsələn şey eləmir. Mən məsələn o əsas heyətdə oynayırdım, yaxşı oynayırdım. Tutaq ki, Zamendən buraxırdılar oyuna, oyunun içinə girmək, oyunun içindəki qoşula bilmirsən. Yaxdan nəsə o vaxt olmuşdu elə. Nəfəs gedib gələn vaxt. Onda. Ona görə də yəni Qarabağ komandasını təbrik edirik. Qələbə qazanıb Araz Naxçıvana da gələn oyunlarda uğurlar və icazənlə bilmirəm, başqa nəsə qeydlərim varsa... Yox, başqa qeydim yoxdur. Arazın növbəti 2 oyunu Şamaxı və Neftçiyə qarşı olacaq, çətin olacaq. Yəni Felipe Santos'un da yoxluğunu, Rama Machadon'un da yoxluğunu nəzərə alsaq, çox çətin 2 oyun. Çətin olacaq, amma inanıram ki, yəni Elmar müəllim nəsə oradan bir şey fikirləşəcək, hansısa bir planlarla, indi futbolçu da ola bilər, yoxdur. Ehtiyatda olan futbolçularla, yəni komandanın
ümumi şəkili, risunakı yəni elə də fərq etməyəcək. Çünki başqa variantı Neftçi Turan Tovuz turun yeganə bərabərliklə başa çatan qarşılaşması Neftçi Arenada sanki Çənlibeldə oynanılırdı qarşılaşma. Maraqlısı budur ki, Neftçi Arenada ardıcıl 2 oyun kubok görüşündə nəzərə alsaq, birində qar, digərində duman, sis, çən. Hardasa futbolçuların oyununa hardasa mane olurdu. 3 dənə hava dəyişikliyində oynadı da. Koroğlu'nun dəliləri də Çənlibeldə çıxırlar meydanda. O şey var ya, bir dənəsini eşitmişsən. Danışacağım sonra Ne görək, danış gəlsin. Danış gəlsin görək. Həmin o bahindiki olan duman var ha. Biz məsələn o vaxt Neftçi ilə Qartəpədə Zborda təlim məşq toplantısına gedəndə beləsinə hava orada olurdu. Birdən görsən oynayırdı hansı Türk komandasına. Nəsə riski birdən duman gəldi. Heç nə göz yemək. Pas ver. 10 metri görmürsən. Hakim oyunu saxlayır. Tamam, Hakim oyunu saxlayır. Bir yarım saat zaten tərs oydu. Başa düşdün, çay, peçenya, banan qarnını doldurursan. Gözləyirsən ki, oyunda var. Məsələn 22-ci dəqiqədə duman düşdü, oyun yoxdur. Oyun getdi təxirə. İndi nəyə gətirirəm? Neftçi 3 dənə elə bir hava dəyişikliyində də 3 dənə şeydə oynadı. Gəncə ilə qar. Təzdən getdi. Kəpəzlə Tovuzda Gün çıxmış, əməlli başlı yay idi orada. Əməlli başlı yay. İndi də təzdən vaxtından duman. 3 ayrı fəsildə oyuna çıxıb sanki. Ay sağ ol. Oyun baxımından indi onu danışaram o şeyin söhbətin sonra yadıma salarsan. Ümumiyyətcə oyun Neftçi ilə Neftçinin üstünlüyü şəraitində keçdi. Bəli. Yəni topa sahib olmadı, açıq-aşkar flaqmanın üstünlüyü nəzərə çarpırdı. Turan Tovuz da bərk komandalardandır. Yəni biz bunu Qurbanberdiyevin gəlişindən sonra görmüşük. çox disiplinli komanda. Nizam intizamlı, düzgün, ehtiyatlı və bütün komanda şəklində dəqiq müdafiə olunmaqla, düzgün müdafiə olunmaqla. Bax Neftçi bir daha göstərdi ki, rəqib azlıqda qalandan sonra sanki Qarabağla oyunun ssenarisini yaşadıq biz burada gördük. Jurnalistlər də sən demişsən, ona suallar verdilər. 18-ci dəqiqədə qırmızı vərəq alır və demək olar ki 70 dəqiqədən artıq Turan Tovuz azlıqda oynayır. Neftçi düzdür, hesabı açır gec də olsa. Qəşəng hücum idi. Bəli. Yaxşı ötürmə idi. Sambunun da başla zərbəsi yaxşı alındı. Çempionatda ilk qolu idi Sambunun və yenə bu üstünlüyü qoruyub saxlaya bilmir. Yəni Neftçidə problem nədir? Rəqib azlıqda qalandan sonra qolu vurursan, özdə elə bir vaxtda vurursan ki, artıq qələbəni düşünməyə başlayırsan. Və 90 üstə gəl 6-cı dəqiqədə 10 nəfərlə oynayan Turan Tovuz səni cəzalandırır və 1-1 hesabı. Ola bilər ki, futbolçular vaxtından qabaq hiss edir həmin o şeyi. Oyunun sonunda da doğrudan birinci növbədə Neftçinin qoluna gələndə doğrudan da taktiki baxımından pas, cinaha ötürmə, cinahdan Kofinin asma gəlir, Kofinin pası rast tullanır qaqam göydə bir 3 saniyə bəlkə də qalır. Yəni başdan bildiyin yəni angliski qol. Yəni konkret gəlişinə də yəni o Premier Liqasında görmüşdük. Super. Bam cinaha prosta qalxır başdan sonra yəni zamanlaması mükəmməl, ləzzət elədi. Özdə başla qol vuranda otusturursan belə. Yavını özdə şappıltı ilə ondan da çıxır, başa düşdün. Çünki bizim ümumiyyətcə bu Azərbaycan çempionatında bəzi futbolçular əksəriyyəti yəni başla oynamaq bilsən nə deməkdir? O da addilə bir başqa bir klassdır. Məsələn o vaxtı bizdə başla məsələn kimlər oynadı? Sənan Qurbanov məsələn. O vaxtı 2002-2003-cü sezonunda Sənan Qurban Qurbanovun özü, Bəxtiyar, Ramiz Məmmədov Mingəçevirdən turnirdə qaldırdılar başdan. Yəni o da addilə bir şeydir. Hansı? Mehman müəllim, Şəmkirdə oynayan. Yunusov, onları başdan, yəni bilsən necə? Mən məsələn indi cinahlardan ötürmə məşqlər verirəm. Cinah ötürməsindən sonra tutaq ki, hücumun qollarının yaxşılaşdırılması. Belə bir mövzu var futbolda. Cinahdan pas verirsən beləsinə, uşağın başına belə gəlir. Vuran momentində görürəm ki, başını spağa kimi belə əyir aşağı. Niyə deyirəm? Başımı qoy da qaqaş. Deyir ki, bərk gəlirdi top. Deyirəm, bərk gəlirdi, necə? Yəni bərk top gəlir də, daş gəlmir ki. Daşla vurmurlar ki. Yox, doğrudan da çəkizlə vurmursan ki, topdur da, bir yumuşaqsan başımı. Şappıldalacaqsan. Məsələn, mən özüm göstərirəm ki, məsələn, uşaqlara ki, ay qaqaş, bax bu pasları verəndə cinahdan hər bir mövqeyə görə
ayağının qoyuluşu var da, necə verəcəksən o pası. Məsələn, sentrdən, mərkəzdən biraz qabaqdan cina ötürməsi verirsənsə, ora o ştrafman üçün onu bərk verməlisən və fırladırsan. Parmağınla verməlisən. Və biraz nisbətən mərkəzə tərəf fırladasan. Ki, fırladasan göylə gələcək. Məsələn, gəlirəm biraz cərimə meydançasının yanına, baxıram ki, o yaxın arxaya verirsən. Ora bir balaca yumşaq verirsən, ya arxa zonaya verirsənsə, yüngül altından patiska verirsən, gedir girir. Yəni onun veriş texnikası var. Məsələn, prostrel verirsən, başını gəlir, başla vurmur ki, müəllim top bərk gəlir, vursan başımı ağrıyasın. Və yaxud da bir dənə görsən, məsələn, acıqlarına deyirəm ki, indi məsələn görsədirəm ki, bu pas məsələn Angliski pasdır. Premier Liga. Boş barmağımla bom fırladıram belə göylə. Bir də yazıq ona görə deyir də, başım ağrıyır. Başından belə qoymaq istəyən kimi cart elədi. Cart elədi, bu qulağı gəldi. Şöyle böyle vay dedi. Ben ona görə qorxub. Ondan sonra başla topa zərbə vurur. Arkadaş, bərk gələn topa da sən başını yüngül qoyası olsan, düz istiqamətdə. Elə topun trayektoriyası elə dəyişir, şap verib. Zərbəyə ehtiyac yoxdur. Elə sadəcə yönəlt. Yəni indi o qola gəlir. Ya doğrudan da köhnələr, kimlər ki var idi də, yəni əvvəlki. İndi cavanlarda da məsələn baxırsan, görsən ki, doğrudan başına gəlir. Adi kimi deyim məsələn də, Qarabağın özündə məsələn, hansı ki Premier Lig, Avroliqa oyunlarında, Liga Çempionluğu oyunlarında. Qarabağın üslubu o deyil. Başla veririk. Məsələn, o dərəcədə yəni eləmir. Ya əvvəlkilər onun üzərində yəqin çalışırdılar, işləyirdilər. Məsələn, mən başla futbolunu yaxşı oynayıramsa, məşqdən sonra qalırdı məsələn, o vaxtı futbolçular mənə deyirdilər, Kraydın Praster ver. Napadaşı, Yakub Abamma tullanırdı göydə, large başından. Vuranda şap belirdi. Yerdən tullanmaq da çox vacibdir. Yəni onun üzərində də işləmək lazımdır, çalışmaq lazımdır. Başa düşürsən? Burada da atletizm ortaya çıxır. Temboli, sən qabaqlayırsan, tullanırsan, tullananda da rəqib oyunçunun belə basa belə tap daralı ki, başınla da belə, yəni doğrudan yaxşı qol idi. O heç. Onu qoyduq qırağa. Söhbət nədəndir? 90+5'dir. Top itir, ortada cərimə. Oyuncu geçti getdi, orada ayağın arasından atdı, topuzun oyuncusu topla getdi, sentrdə doğrudan da yəni baxır görür ki, təhlükəli momentdə ştrafnaya gedir, bilmirəm kim idi orada cərimə eləyən, rəqib komandasını saxlayan. Yəni doğrudan da yerində sentrdə cərimə eləyirsən də sən, sarı al, qırmızı al, fərq etməz yəni. Atakan qabağını kəsirsən sən potensialini. Çünki onda keçəsi olsaydı, bu cərimə meydançasına düşünürsən ki, artıq oyun bitdi. Orada deyirsən sonuncudur. Oradan artıq qapçılarına da işarə gəlir ki, qapçı da geçsin. Çünki hakim verir ki, yəni bu atak əgər bu sonuncudur. Sonuncudur yəni bundan bir sonra zərbə verirəm də, bir zərbə imkanı verir. O momentdə sən futbolçuların bilsən nə dərəcədə, yəni konsentrasiyanı sən 90 dəqiqə ərzində plus artırma vaxtı dönəmində sən o dərəcədə yəni məsuliyyət hiss eləməlisən. Və bilirsən ki, Turan Tovuz bu mövsümdə standart vəziyyətdən bəlkə də ən çox qol vuran komanda. Yaşa. Yəni bunların bu preimуществосы, üstünlüyü budur qardaş. Sən bunu bilirsən. Və o momentdə bilmirəm ya futbolçular qapıcıdan başlayaraq bitirərək məsuliyyətsizlik olur da. Hamısı bir-birinə orada patskaska danışmaq lazımdır ki, İsmail sənin yanında oyuncu var. Rəhman sən falan kəsə zona vermə, boşluq vermə. Bax, çıxa bilirsənsə çıx, çıxa bilmirsənsə diqqətli. Yəni bu epizoddur. Bunu da yola verək və salamı çıxal bizim. Kommunikasiyada deyilən bir şey var da futbolda, danışıq. Belə danışaq səndən biz burada danışdığımız kimi yox. Mən özüm də məşqçiyəm da indi qardaş. Mən o problemi yaşayıram. Mən öz komandamda da. Qapıcı müdafiəçilərlə danışmalıdır. Demir, çıx üstünə, gəlir, arxanda oyuncu var, tez oyna, cinaha dəyiş, çevir və yaxud da neynə. Belə danışan olan kimsə oyunda dirijor olanda, o da bir nəfərin boynuna düşməli deyil o. Hamı danışmalıdır, hamı dirijor olmalıdır. O momentdə necə o prostrel keçir oradan, arxa üçün Danilo Uğula gəlir, düşür. Qaqaş hələ oradakı topu qəbul eləyir. Ayağından. Düşür təzdən qabağına, ondan sonra da təzdən ikinci zərbə vurur. Necə? Hamı bütün Neftçinin 11 nəfərin 11 də daldadır da. 11-i də daldadır. Qapısı plus 10 nəfər də belə. Oyun da bitir. Rəqib də 10 nəfərdir qardaş. 10 nəfərlə gəlib. Yenə də sən bilirsən, qapısı da orada deyil. Sən bir nəfər çoxsan da necə olur axı orada? Deməyim nədir? Yəni orada həmin futbolçular konsentrasiyanın 2-3 saniyəlik epizoddur. Prostrel başdan getdi, ta biz indi kamerada baxırıq. O yumşaq yavaş-yavaş görsədilər onu zamedliyində kamerada. Amma orada baş verən şey var ha. 3-5 saniyə içində olandı. Prostrel gəlir, bum düşdü ora götürdü, bam soxdu, dəydi priklaziya girdi qapıya. O epizod bitdi. Zərbə də mükəmməl zərbə. Mükəmməl zərbə vurdu. Əlbəttə Daliniyə gedir.
yuxarı Tirə dəyib. tirə dəyər girir qapıya. Yəni götürülməz bir zərbədir. Yəni nə deməyim odur ki, qardaş, oyunçular oyundan qabaq mən özüm də oynayanda istəyirdim ki, deyirdim nə bomba qaqam 1-0 oluruq. Oyundan sonra Əssalamda oyun kazanacağam. Oyundan sonra pulu fikirləşirsən, nə bilim, bonusu fikirləşirsən və yaxud da nə edirsən. Doğrudan da yəni Növbəti həftəyə qədər heç olmasa biraz az danışılar, müzakirə olunları, 3 xal olar. Komandanın astreniyası yaxşı olacaq. Haqlı olduğunuz, qazandığınız doğrudan da Premier Liqada alacaqsınız. Yəni o elə şeylər bilsə necə? Ola bilər məsələn 5-in beynində Bildim də qardaşım. Ola bilər Final səslənsin sonra yaşadı o sevinç hissi. Ona görə yəni Oyun gedir hələ. Bəs o nəyə görə deyirlər final fitinə qədər oynamaq lazımdır? Oyun bitməyib. Bir anlıq konsentrasiya. Rəqib Turan Tovuzdur. İtməsi. O Turan Tovuz gəldi yenə həmin futbolçu ilə Hurtado ilə səni cəzalandırdı. Bəli. O Hurtado yeni transferdir və ikinci dəfədir ki, son saniyələrdə vacib qol vurur. Ona görə də qardaş Tovuz komandasının doğrudan da Emin Mahmudovun yoxluğu nə dərəcədə təsir elədi səncə Neftçiyə? Zədəli idi. Mahmudov var qardaş. Emin Mahmudov canavardır. O elə Yəni, komandanın maestronun yoxluğu, bəli, Dijorun yoxluğu. Düzdür, futbolçular var məsələn, komandanın içində lider futbolçular var, hansı Elvin var? Camalov məsələn. Elvin liderlərdən birinə çevrilir artıq. Ona baxmayaraq, məsələn, Bəli, bəli. Elvin də neçə illərdə oynayır Qəbələdə, Sabahda. Yəni adam zədəli olmamışa qədər, yəni paslayan əsas heyətdə oynayır, o da əzmkarlığı ilə, dalaşmağı ilə vurur. Yəni Emin vəziyyəti elədi ki, hətta Sabah ilə oyunu da buraxacaq. Və milli komandaların oyunları ilə əlaqədar olaraq yaranan fasilədə deyir özünə gələ biləcək. Samir Abbasov dedi ki, yaş da deyir artıq elə bir şeydir ki, burada bu yaşlı futbolçuların müəyyən əzaları var ki, orqanları var ki, onların bərpası bir qədər gec olacaq. Yəqin ki, Emin Mahmudov hardasa 2-3 həftədən sonra yəqin ki, sıraya qayıdacaq. İnşallah tez sağalsın, Allah kömək. Samir Abbasov məsələsinə gələk, mətbuat konfransında təbii ki, xal itirirsə, uduzursa və yaxud teçə eləyirsə, jurnalistlər daha çox yüklənirlər Samir Abbasova. Ötən mətbuat konfransında da biz bunu gördük. Bu dəfə də demək olar ki, eyni mövzunun ardı gəldi. Ağdadaş Salyanski məsələsinə toxundu. Ötən verilişimizdə danışmamışdıq, üzərinə getməmişdik. Amma madam ki, yenidən özü qayıtdı bu məsələyə, biz də qayıdaq. Özdə necə qayıdaq? Deyir, mən sevinirəm ki, Ağdadaş Salyanskinin vəkilləri var bu ölkədə. Onu qoruyurlar. Vəkilləri çoxalıb. Bu məni sevindirir. Azərbaycanlı futbolçunu qorumaq lazımdır. Amma bunu ironiya ilə dedi. Yəni, uşaq deyilik də. O deyiliş ironik yanaşma idi. İlk növbədə, ay Samir müəllim, elə Ağdadaşın vəkili sən olmalısan birinci. Gedib o Yuri Matias və onun kimi əcnəbi bugün burada olub, sabah burada olmayan futbolçuları müdafiə eləməkdənsə və onun vəkili olmaqdansa, necə ki bundan öncəki mətbuat konfransında Yuri Matiasın vəkili idin. Müdafiə edirdin ki, bütün futbolçuların belə oynamalıdır, belə əzmkarlıq nümayiş etdirməlidir, belə mübariz olmalıdır. Sən öz oyunçunu niyə sındırırsan və indi növbəti dəfədə sual verəndə deyirsən ki, Ağdadaşın vəkilləri artıb. Neftçinin yetirməsidir. Neftçinin yetirməsini qoyuram bir kənara. Öz balamız, öz uşağımızdır, öz futbolçumuzdur. Sən ona dəstək olmalısan, onun vəkili birinci elə sən olmalısan. Vəkil mövzusu ilə əgər məsələyə giririksə. Vəkili birinci sən olmalısan. Yuri Matias və onun kimləri müdafiə eləməli deyilsən. Sən o futbolçu bilirsən ki, gəncdə hərənin bir psixologiyası var. Məsələn, Rüfət var idi, indi Şamaxıdadır. Başqa xarakterin insanıdır da. Biraz acı sözdür, biraz tənqid elə və yaxud biraz üzərinə get, depressiyaya düşəcək, özünə gələ bilməyəcək. Nə olsun profesional futbolçudur? Var da hərənin bir öz yanaşması var, xarakteri var. Ağdadaş Salyanskini sən niyə o formada mətbuat konfransında tənqid eləyirsən? Və sonra da deyirsən ki, bu mənim işimdir, bilərəm, özüm bilərəm kimi tənqid eləyərəm, kimə hansı formada yanaşaram. Bir daha göstərdik ki, biz Ağdadaş Salyanskiyə güvənirik, yenə də əsas heyətdə oynamağa şans verdik. Və ən yaxşılardan da biri Ağdadaş idi. Oradan da yaxşı oynayırdı Ağdadaş. O oyunda... Yəni, bu yanaşmanı dəyişməlidir. Samir müəllim, bax, bu fikirlərlə, bu danışıqlarla çox uzağa gedən deyil. Birinci mövsümündə də Neftçidə eyni problemlə üzləşmişdi. Azarkeşlə bağlı bax məsələyə toxundu. Qarabağ Neftçi arasında ustalıq səviyyəsinə toxundu. İstər-istəməz qıcıq oyatdı ictimaiyyətdə və Neftçi fanatlar arasında. Bir qədər məncə danışıqlara fikir vermək, nə bilim valla.
O momentlər olur da, məsələn, futbolçu var ki, sən demiş, hərənin özünün gərək psixoloq olsun, məşqçi. Hərənin özünün hər cürə yanaşma var. Hansı futbolçunu sən sığallayırsan, hansı futbolçuya tənqid edirsən, hansı futbolçu məsələn sirkələnmək istəyirsə, onu Silkələyə, onu sənə heç kim demir. Amma ictimaiyyət qarşısında yox da. Mətbuat konfransında yox da. Onun yeri ora deyil axı. Geyinmə otağı nə üçündür? Oyun bitdi, iclas nə üçündür? Və yaxud təkbətək danış. Toplum şəkildə bu futbolçuya deyəndə də bəlkə də ona təsir eləyə bilər. Düzdür? Düzdür. Fərdi yanaşma deyilən bir şey var da. Onu özləri özü şeydə də bu mətbuat konfransında da bu axırıncı oyundan sonra jurnalistlər suallar verirdilər ona. O da elə mətbuat konfransında da vurğuladı orada o cavablarını verdi o jurnalistlərə. Axırda da deyir ki, yəni elə şeylər deyir, sual verirsiniz ki, işıqları söndürək, xanımları da çıxardaq, danışaq. Orada axırıncı sualına verirlər ona, elə deyir o. Neftçiyə qarşı nə ilə bağlı idi? Zəif oyna. Yox. Nə ilə bağlı idi? Adamdan da çıxdı. Siz gedib Gəncəyə qəsdən. Qəsdən uduzmuş. Yox, jurnalist. O veriləsi sual deyildi o. Birincisi, yəni o qeyri-peşikar sualdır. Bəli. Qeyri-peşikar sualdır. Bunlar da elə yəni sual. sən necə bilərəkdən gəlib uduza bilərsən? Qardaş, bir dənə qulaq as. Bax, bu adam bilirsən ki, bu adam biraz qırmızı sifət adamdır da bu Samir müəllim. Hamı bunu tanıyır ki, nə var dilində deyəcək onu sonra. Düzdürmü? Yəni onu məsələn deyirlər ki, qardaş, bu dilində nə var deyəcək. Biraz bunu Araz Qarabağ oyununda provokasiya, təhrik, Samir Abbasova keçir ha. Ay sağ ol. Biraz şey eləyək. İynəli suallar oradan keçir. Temboli komanda udduğu yerdə axırdan axıra uduzduğuna çatmırdı. İynəli sual verirlər. Buradan komanda getdi Gəncəyə uduzdu. Və deyirlər Martın 22-sinə bir şey qalmayıb. Martın 22-sinə. Bu yazıqla desin cavab. Özü dilindən çıxardıb da vaxtilə Martın 22-si söhbət. Yox, elə belə. Hər dəfə indi Martın 22-sinə yaxınlaşanda hər dəfə sualı veriləcək. Sual verəcək. Yəni deyib ki, mən deməmişəm hansı idi. Jurnalist də bilir ki, bax bunu qızışdırmaqdan ötürü Samir müəllim yenə nəsə deyəcək, nəsə qalmağa olacaq. Yox, o veriləsi sual deyil axı. Sual. Gedib kəpəzə bilərəkdən. Niyə qəsdən uduzum ki, dəliyəm? Yox, o oyunlar olur. Məsələn, görürsən çempionat oyunları gedir. Tutaq ki, da məsələn hansısa Angliya çempionatı və yaxud da İspaniyada ya İtaliyada Milan tutaq ki, ikinci yerlə 15 xal fərqi var. Gedir oynayır Bologna ilə axırıncı yerdə gedəndən 1-0 uzur deyirlər ki, kimsə şot yazanlar, nə bilim, variant yazanlar fırlatdılar, yavını qəsdən uduzdular, milləti kül elədilər. İndi də onun kimi Neftçi yazıq özü yavaş-yavaş 1 xal, 3 xal udur, heç. Yavaş-yavaş həm istəyir çempionatda dirçəlsin, həm kubokda qabağa getsin. Sən gedib Gəncəyə necə qəsdən uduza bilərsən? Yəni belə bildin, yəni şey sualdır da. İminlə elə verir ki o sualı. Yersiz sualdır. Mənasız sualdır. Bir özündən çıx görüm nə deyəcəksən. O da ona görə qayıdır ki, işıqları söndürün, söhbət eləyir. necə deməlidir? Düppədüz də verir onun cavabını. İşıqları söndürün, xanımlar da çıxsın. Ay sağ ol. Düppədüz elə o kim verir? Sual ona yaraşan. Gəlin söyüşlə danışın. Fikirlərimi icazə verin söyüşlə. Valla nə bilim, yenə deyirəm. Amma o birinci yanaşmada yanlışlığı çoxdur Samir Abbas. İndi onu orasını özü bilər. Mən nəsə bir söz demək istəmirəm. Özü deyir, danışır, belənsinə məşqçidir. Öz fikri var, fikrini də danışır, deyir, suallar da verəndə izah eləyir. Oyun baxımına gələndə sonda isə, məsələn, 10 nəfərlə qalan Tovuza siz çətinlik yaratdınız. Tovuz fərq yoxdur. Yəni 10 nəfərlə dolanda, 11 nəfərlə dolanda doğrudan da komanda şəklində müdafiə olunmağı bacaran komandadır. Atletico Madriddəki necə ki Simeone baxırsan, hücumçudan tutmuş stoperlərə qədər hamısı komanda şəklində sinxron müdafiə olunur. Aradakı o məsafələri qoyurlar, bir-birinə kompakt oynayırlar. Danışıq var orada, kommunikasiya var, başa düşdü, müdafiə davranışı. Hər şey yüksək səviyyədə olduğu üçün fərq etməzdi yəni. İstəyir 10 nəfərlə ya 11 nəfərlə yenə də Babelənsinə Tovuz komandası müqavimət göstərəcəkdir. Deyir mən gələndə 5 xal idi. 5 xal yığmışdı komanda. Heç onu demirsiniz. Yəni pis şey deyirsiniz amma yaxşı deyil demirsiniz. Bir tərəfdən düz deyir. Yəni bir tərəfdən düz deyir əslində. Yəni komanda gələndə bərbad halda idi. Bərbad hala gəlmişsən, restavrat oyun sunuku şəkli yox idi. İndi ən azından o var. Ən azından sən yeni transferlərdə də nəsə hiss olunur. Basalasan bunun özündə, Alex Fernandes'in özündə hiss olunur ki, yəni bu futbolçuların qabında nəsə var. Qabında nəsə faydalı ola bilər. Plus, bunu da bu gətirib də. Bunu da bu gətirib. Deyəcəm, mən istədiyim oyuncudur. Sambu gətirmişəm, qardaş. Mən istəyirəm ki, gəlsin Sambu. Gəldi, çıxdı, birinci oyunda soxdu başdan. Amma
Dembo Darbo məsələsi. Bax o da bir mövsümə yaxındır ki, qoşulub komandaya. Məncə hə. Bax, niyə oynamır sualı verildi? Xroniki zədəsi varmı? Bildirdi ki, əvvəlki oyunlarda məlum olub ki, bu zədəli oynayıbmış. Bura gələndə onun belə bir problemi olubmuş. Demək ki, Komandaya gələndə zədəli oynayıbmış. Sonra bu üst-üstə gəlib, yığılıb, üstələyib və partlayıb. Bu da nəyə demək əsas verir? Scout, menecer, o futbolçunu bura gətirən, necə tibbi baxışdan yüksək səviyyədə keçib qaranlıq qalır, yekə sual işarəsidir. Belə məsələlər də istəsməz təsir eləyir. Amma Dembo Darbonun da biz nəyə qadir olduğunu bir neçə dəfə görmüşük. Yaxşı futbolçudur. Sadəcə olaraq ümumiyyətlə bilsən necədir? Sənin əlində futbolçun var. Əla futbolçu. Amma istifadə eləyə bilmir. Zədəsi var. Və sən fikirləşirsən, deyirsən ki, bu zədə mikro zədədir. Davay Darbo, Dembo. Davay bir dənə Rembo. Bir dənə iynə vuraq sənə ağrı kəsici. Bu oyun havası kimi lazımdır bizə. Sıx bir dənə yüngülvari şeydir. Elə bil saçaqlı pendir kimidir də o. Bildin necə? Nazik bir qıldan asılıdır. Yox, hələ qıldan asılıdır. Onda artırsan belə saçaqlanır. Seyrəlir. Hələ qalıb amma orasında şey. Bir oyundan sonra 2 dənə də dişi atır. Təzədən o bir son onun gələcək karyerasını qaranlıq eləyir. Qıraqda indi zədəli bilmirəm nə dərəcədə. Zədəsi nədir? Nəyə artır vəzələsin? Onun gələcək karyerasının üstünə xətt çəkə bilər də. Ağır zədə. Ağır zədə də indi məsələn onun zədəli olaraq zədəli oyuna çıxıb oynamağı da özündən asılıdır. Bir tərəfdən komanda üçün məsələn mən fikirləşirəm ki, mənim ayağım zədəsi ay müəllim yüngüldü. Mən bilirəm komandanın vəziyyəti pisdir. Amma məsələn Rəhman Hacıyevin oynamaq Baldır əzələsində xroniki zədəsi var. O məsələn 2 dəfə ya 3 dəfə də artıq Rəhmanın özümlə mənim münasibətim var. Danışıram özümlə də oyundan sonra da görüşürəm. Deyir ki, deyirəm ay Rəhman, nə oldu oran düzəlmir. Düzəlir. Müalicə edir, düzəlir. Futbolçun yanır, qardaş, qıraqda qala bilmirsən sən. Məşqsiz dura bilmirsən. Vaxtından gedir. Dura bilmirsən, gəlirsən oyuna baxırsan, bu adamın birinəsinə deyirsən, ay mən olsaydım. Elə bilirsən ki, düzəlib. Məşqçi sənə inanır. Məşqlərdə baxır, görür ki, %100 məşq verirsən. Amma məşqlə də oyunun tempi eyni deyil axı. İstər-istəməz sən çıxırsan oyunda qamağa dala nəsə bir həmin o tempdə istiqamət dəyişirsən, qaçırsan, ziqzaq. Həmin sən nəsə də 1000 dənə hadisə baş verir oyunda. Çıxırsan, hansı ki beynində doğrudan həkimlər baxır ki, düzəlmirsən, zədən ağrın yox, fiziki gücüvü də, performansıvı da, tonusuvu qaytarmırsan sən dala, hiss edirsən ki, sən hazırsan, çıxırsan oyunda da çıxıb təzdən bir də eyni yeri, bir də dartanda bir aya düzəlmişdinsə, bu ikinci dartınmada sən olursan 3 aylıq. Başa düşürsən, o Darbonun da, yəni deməyim nədir, üst-üstə deyirik, zədələnib, oynayıb, zədələnib. Ola bilər ki, o içərdən hiss edib ki, komandaya kömək lazımdır. Ay müəllim, mən oynaya bilərəm. Ağrı kəsici nəsə iynə vurum və yaxud da neyim, çıxım komandaya kömək elim əlimdən gələni ki, bu vəziyyətdən məsələn çıxaq baxmadan hər futbolçu elə fikirləşsə komandanı düşünsə, elənsinə çıxıb boy versə, amma bir tərəfdən yaxşıdır, bir tərəfdən də pisdir. Amma tibbi baxışdan keçəndə də sən futbolçunun bütün saçından tutmuş dırnağına qədər nə problem varsa onu bilirsən. Gələn komandaya gələn vaxtı əgər görsəydilər ki, bunun əzələ dartınması var, tutaq ki, dartmışam əzələ. Dizində problem. Orada yoxlayırlar qardaş ürəyi. Orada yoxlayırlar sənin ciyərivi, nə bilim dalağıvı, hepatitsənmi, Allah eləməsin, speed varmı, nə bilim obirsi xəstəliklərmi, qanıvı yoxlayırlar, topuq, ayaq biləyivi yoxlayırlar, sümüklərivi, dizivi, belivi, hamısı böyle, hamısı travmatologdan. Elə futbolçu var, baxırsan dizinə əməliyyatdan cırıq-cırıqdır. Ay, sonra baxırsan, deyirsən ki, bu bir dənə məşqə oyuna çıxacaq, bir dənə vurq olsa, gedəcək, təzdən bunu biz bir il istifadə edə bilməyəcək. Yəni, hamısı keçir oradan. Bunun zədəsi bilmirəm dizliyi, yəni nədirsə o Darbonun. Çox güman kəzlərə dartıb və burxulub bilmirik nədir. Yəni bu uzun müddətli deyirik o xroniki nəyisə. Yəqin ki, çox güman ki, əzələ dartmalıdır. Hər halda bu bir xalı Turan Tovuz üçün 3 xala bərabər eləmək olur. Hava kimi apardılar. Çox vacib 3 xalı idi. Turan 43-ə çatdırdı xallarının sayını. Neftçi 28-ci xalı qazandı və 3-cü yerdən qopmadı. Araz Naxçıvanın məğlubiyyəti Turan Tovuzun bu bir xalı Qurbanberdiyevin kollektivinin 3-cü yerə iddiasını da artırır, çoxaldır. Elə deyəm, çempionatın sonuna qədər. Hələ çox var, 10 tur var. Maraqlı qarşılaşmalar, nəticələr, dramatik sonluqlar bizi gözləyir bu öz yerində.
Zirə Səbail qarşılaşması. Oyundan öncə əksəriyyət düşünürdü ki, Zirə rahat şəkildə Səbaili məğlub edəcək. Hətta böyük hesablı qələbə düşünənlər də var idi. Amma nə baş verdi yekunda? Son saniyələrdə Ruan Renatonun qolu 90 plus neçədir? 90 üstəgəl 5-ci dəqiqə. Və 74-cü dəqiqədən etibarən azlıqda qalan Səbail. Aluşun birbaşa qırmızı vərəqəsi. Bax, Səbail yenə döyüşdü. Yenə baxımlı, tam baxımlı olmasa da imkanları daxilində heyətində olan futbolçuların vəziyyətinə uyğun şəkildə döyüşdü. Bax, burada da Cavid Hüseynov amili hardasa özünü göstərdi. Alluşun qırmızı vərəqə alma məsələsini deyir, incələyəcəyik, baxacağıq. Əgər bilərəkdən eləyibsə, çox ciddi şəkildə cəzalanacaq. Çünki komandanı belə bir vəziyyətdə azlıqda qoymaq yaxşı hal deyil. Renato yenə də həlledici oyunların adamı kimi ortaya çıxdı. Məqsəd İsayev sonradan meydana çıxdı və onun toxunuşundan sonra Ruan düzgün olan yerdə lazımı anda qərarlaşmışdı. Bir toxunuşla vəziyyəti dəyişdi və yekunda da 3 çıxdı. Məqsədi də deyəsən Rəşad müəllim göndərir ora qabağa. Hə. Əlinlə sonra işarələyir. Özü mətbuat konfransında dedi ki, bu sonuncu zərbədir ya. Yəni bu korner bir zərbəyə də, yəni bitəcək oyun. Get sən cərimə meydançasına. Onun üçün məşqli bir sənətlər oyun hiss eləyir, oxuyur. Futbolçu olub qardaş, adam oynayıb, professor. Stoper oynayıb neçə illər, millinin şərəfini qoyub. Oyunun içində baş verən şeyi elə bil özünü virtual kimi oyunun içində hiss edir belə. Amma buradan qaldıracaq, bu momentdə burada belə olmalıdır. Sən orada durmusan. İdarə eləyirsən. Sən orada durmusan. Axırıncı kornerdə adama getsən də girginə. Onu göndərirsə, onu bir sənətdən oynayan adam hiss edir, bilir onu. O göndərməsəydi elə olası deyil. Adi məsələn, mən də indi cavan məşqçiyəm da, mən də görmüşəm, oynamışam, neçə dənə məşqçilər görmüşəm. Məşqçi mənə deyirdi ki, Ruslan, tutaq ki, bu epizodda korner qaldırırlar, ortada qalma, gəl biraz cərimə meydançasının yanına orada dur. Heç kim yoxdur, oyunçu zad yoxdur orada. Dur orada. Eləcə dur orada. Dur orada. Oradan deyir, pas verəcəklər, qapıya zərbə vuracaq. Və yaxud geri dönən top olacaq, düşə bilər qarşısına. Top düşəcək, get dur orada. Epizoddan 10 saniyə sonra qardaş, moment dang gördüm gəlir düşürdü mənim qabağıma, görürüm oradan çağırır mənə xəbər çıxadac edirdi. Gördüm. Allah'ın olsun. Vidiş yazına yaşda tuta biləcək. Yəni o məşqçilərin bilməyi, o məşqçinin intuisiyasıdır. Oradan da oyunu kənardan görüb oxumağı. Onlar hamısı yəni böyük bir roldur. Zirə komandasını təbrik edirik. 3 xal vacib 3 xalını götürdülər və Araz Naxçıvandan yəni aralaşdılar, o xal fərqini bilmirəm. Yəni bax görürsə görünür. Zirədə 51-dir, Araz Naxçıvanda 46, 5 xallıq fərq var. 5 xal. Zirə demək olar ki, artıq ikinci yerdəki mövqeyini möhkəmləndirib və bundan sonra da belə davam edəcək. Fərqi 5 xaldı, amma yenə deyirəm, orada hələ bilmək olmur iyisi. Yox, Araz Naxçıvanın bayaq əbəs yerə demədim. Qarşıdakı bu itkilərlə çətin 2 oyununun oldu. Çətin 2 dənə Şamaxı ilə hansı ki 2 dənə. Şamaxı və Neftçi ilə. Sonra Neftçi ilə olsa. Səbail haqqında danışanda da yenə baxırsan, görürsən, doğrudan da Cavid müəllimin orada işi görsənir ki, doğrudan da çalışır komandanın beləsinə vəziyyətdə, yəni doğrudan baxımlı futbol oynatmağa çalışdırır və doğrudan da uşaqlar müəllimin o verdiyi tapşırığı meydançada yerinə yetirmək istəyirlər. Amma sonda necə deyim ya, bir balaca ustalıq bitiricilik yoxdur. Bitiricilik hansı ki Sumqayıt komandası məsələn. O da bu heyətlə olmayacaq. Məsələn, sual verirlər ki, bildiyimiz qədərilə transfer məsələsində rəhbərliklə aranızda anlaşılmazlıq olub. Deyir, bu məsələyə mən indi qayıtmaq istəmirəm, mövsümün sonunda danışarıq. Amma 2 futbolçu transfer eləmək istəyirdik. Yəqin ki, maliyyə problemləri ortaya çıxdı. Amma alınmadı deyirəm. Yəqin ki, maliyyə məsələləri. Yəni, sən necə? Amma bu da komandanın 1-ci liqaya düşməsinə gətirib çıxara bilər də. Çünki baxırıq yenə aləmdəydi bir-birinə. Səbail 18 xalda qalıb, Kəpəz ən yaxın ona olan komanda 4 xal ondan öndədir və Sumqayıt da vacib qələbə qazandı. Özü də 12 oyundan sonra qol vurmaya gəldi Sumqayıt, Kəpəzi 3 cavabsız qolla məğlub etdi. Hardasa biraz vəziyyətini düzəltdi. Yəni Səbailin işi çox çətin olacaq. Sən deyirsən ki, 2 dənə futbolçu gətirəcəm. Məsələn də tutaq ki, hərəsinə ayda 10.000 maaş verəcəm. Məsələn. Amma bilirsən axı o sənə kömək olacaq. 5 ay eləyir, 50.000 biri eləyir, 50.000 də biri. 100.000-ə görə sən 2 dənə futbolçu gətirmə ki, hansı ki, məsələn, komandaya kömək eləməyəcək və yaxud da nə? Sonra düşəndə nə edəcəksən? Aşağı da düşəndən sonra AFFA tərəfindən həmin o büdcə olmayacaq, sənə köməklik olmayacaq.
Orada sən buradan neçə milyonca geri düşürsən. Bilmirik yəni. İndi biz belə ehtimal eləyirik, belə danışırıq biz səninlə. Söhbətin içində nə olub, nə baş verdiyini bilmirik. Onu bir rəhbərlik. Elədir. Yəni bəlkə də doğrudan ola bilər ki, elə bir qərar veriblər ki, komandanın xeyrinədir. Amma doğrudan da komandaya əlavə bir 2 nəfər, 3 nəfər komandaya gəlsəydi istədiyi futbolçular, hansı ki doğrudan da rəng qatardılar və yaxud da hansısa boşluqları doldura bilərdilər. Onların işinə yəni biz qarışaq, niyə eləmədiniz, niyə elədiniz? Yəni o bizlik deyil. Hal-hazırda bizim əlimizdə olan o gördüyümüz o şəkilə baxanda doğrudan da döyüşkən komandadır, Səbail komandası və kim ki fikirləşir ki, rahat yemdir, Səbaillə oynayacaq, udacaq. Heç də yem deyil. Valla bundan qabaqki verilişlərdə də mən deyirəm, bütün hər şey köndələn olacaq. Şamaxını bilirdin dalbadal 2 dənə oyun yeyib qalib gələcək. Sabahla oyunda deyərdin udacaq. Yox. Variant yoxdur. Ən pis halda heç düşünmürəm. Ondan qabaq kim uddu 1-0 Şamaxı? Şamaxının nəticələri deməli Səbaili udub 2-0. Səbaili 2-0. Ardıcıl 2 qələbə. 2 oyunda dalbadal udur yəni. Sumqayıt 11 oyunda gol vura bilmir. Gələ vurdu, etdiri 3 dənə gol vurdular Gəncəyə. Gəncə nə elədi? Gəncə bundan qabaq getdi, Neftçini utdu, gəldi səfərdə təzədən utdu. Yəni bax beləsinə stabillik yoxdur. Yox, yaxşı marağı olan o şey oldu da, qoy olmasın stabillik. Konkret bilinməsin kim udur, düşür, kim qalxır. Çempionatın marağı da ondadır da mənim qardaşım. Elə Şamaxıdan davam eləyək. Şamaxı sabah, elə az öncə də vurğuladım ki, ən yaxşı halda Şamaxı üçün heç düşünmək olardı bəlkə də bu maçda. Mən bilirdim ki, məsələn Şamaxı 100% Şamaxıda yəni cırışacaq, dalaşıb, güləşəcək, vuruşacaq. Temmoli, yəni Ayxan müəllimin komandası hardasa bəxtsizlikdənmi deyim, yenə deyirəm, hardasa yəni oyun baxımından, Çünki sabah son turlarda elə kubok maçlarında nəzərə alsaq, Kəpəzə məğlub olmuşdu sonuncu dəfə yanvarda. Ondan bu yana kubokda Sumqayıtla qolsuz bərabərlik 4-0 cavab maçında. Çempionatda Turanı məğlub edib, Səbaillə bərabərlik, Qarabağla bərabərlik, Araz Naxçıvanla bərabərlik 2-2 və indi gəldi bu uğurlu deməyək, məğlubiyyətsiz oyunlar seriyası Şamaxı ilə oyunda qırıldı. Belə baxanda fikirləşirsən, deyirsən ki, bu sabah niyə belə eləyir? Sabah niyə oyunlarını geriyə sadalayanda sən bayaqlan deyirsən, ayağın uçsur, yuxarı qalxa bilmir. Bildin necə xal topla bilmir. Amma ən azından saydığım 5 oyunda da məsələn, elə 5 oyunu mən saydım ki, yəni komanda məğlub olmur. Pirizovski nəyə toxundu? Deyir, Şamaxı futbolçuları oyunu yubatmağa cəhd edirdilər. 4-5 dəqiqə oyunda pauza yaranırdı. Qardaş, yaxşı eləyir. Əzəb eləyirəm, qardaş. Hesabda öndə ya. Hakim oradan nə qədər uzadıram, mən uzadıram vaxtı, hakim oradan mən 10 dəqiqə. Nəticəni qoruyub saxlamağa çalışıram. Buna uyğun şəkildə taktikanı seçirəm. Biz bunu İspaniya La Liqasında da görürük. İngiltərə Premier Liqasında da görürük. Çempionlar Liqasında da görürük. Milli səviyyəsində Dünya Avropa çempionatında da görürük. Bu normal bir şeydir. Bacarırsan elə, düzdür. Vizuallıq baxımından, görünüş baxımından, hədə yəni yerdə uzandı. Məsələn, baxımlı futbol olmaması baxımından azarkeşlərin ürəyincə olmaya bilər. Amma qardaş, mənə 3 xal lazımdır. Şamaxı elitada qalmaq istəyir. 3 xal mənə bu dəqiqə hava və su kimi lazımdır. İstədiyim yolla, variantla onu qoparacam sənə. Bacarırsan sən də. Qarabağla nətər görürdük Qarabağ ki, Araz məsələn çətinlik çəkir. Nəyə provosirovat elə, orada nə qırmızı dang. Bunlar hamısı bəhanələrdir. Onlar hamısı futbol bicliklərdir də qardaş. Futbol bicliyi o demək deyil sən aferistsən və yaxud da nəsən. Meydanın içində qardaş sən lüboy hiylə ilə yəni o şeylərdən istifadə eləməlisən. Gəlib oyunçunun böğründən nəsə qıdıqlayarsan, çönüb sənə şapalaq vuracaq, sən onun qıdıqladığına görə sarı verəcəksən, amma sənə şapalağa görə qırmızı alacaq o. Yəni, belə futbolçular da var hansılar ki, doğrudan da o şeyləri yaxşı bacarırlar. Onu hamı eləyə bilmir. İndi də Şamaxı komandasının futbolçusu qardaş, vaxt aparıram, yaxşı eləyirəm. Temp vermirsən, yorulmuşam, təngi nəfəs olmuşam, boğuluram. Neyiniyim, yıxılıram, yerə deyirəm, həkim bir dənə gəl qalanam, ayağımı sudurqa tutdu. Temp düşür aşağı bir dəqiqə. Hamı nəfəsini dərir qardaş. Hər öz yerinə. Rəqibi də ruhdan salıram istərsiniz. Beyin sakitləşir, şeyin vasitanabilən bərpan düşür aşağı. Çünki tempdə qaça-qaça sən ora-bura sənin pulsun 200-220 vurursa, sənin fikirləşməyin də eyni deyil. Eyni zamanda da sabahın da o məsələn o gözündə alov, qığılcım çevrilir alova. Deyir, bu dəqiqə təzyiqi artırıb vuracam. Tempi salandan sonra hara vurasın?
Söhbət ondan gedir. Yəni kompensirованlı vaxtda indiki vəziyyətdə. Yəni biz o Çempionlar Liqasının oyunlarında da bundan qabaq Bütün oyunlarda görürük. Hamısında görürük. 9 dəqiqə vaxt artıq. Qardaş gedib zamenlərə baxır, neçə dənə dəyişiklik eləmisən, tutaq ki 30 saniyə zaman. Həkimlərin meydana çıxmağı, Həkimlərin meydana çıxmağı 1 dəqiqə, axırda artırır tutaq ki. varı müdaxilələri varsa nə qədər. Ona görə də Şamaxının o qol vuran oğlanından danışmaq istəyirəm, Edgardan. Edgar, o məsələyə də toxunub, maşallah yaxşıdır. Amma deyir milli komandaya hələ deyir hazır deyil. Ayxan Abbasov. Ayxan müəllim onu lap yaxşı tanıyır. Ayxan müəllimin mən heç futbol biliyinə bəlkə də bax onun psixologiyasına bələddir. Bilir ki, onu qəşəng tərifləsə, bəli, qoltuğun altı 2 dənə qarpız. Əfsür, mən milliyin oyunçusuyam, bunun məndən yoxdur. O vaxtı biz şey eləyəndə sözünə qüvvət. Edgarın özü bizdə dublə məşq edirdi. Balaca idi, özündən böyüklərlə məşq edirdi. Şamaxıda bizə də işləyən vaxtı o vaxtı. Məşqlərdə, oyunlarda baxırdıq, gördük ki, doğrudan da belə necə kötü kimi uşaqdır. Baxırsan görürsən ki, bu şey deyil də. Həmişə bəstə boy olmasına baxmayaraq başla çıxdı, başla qovurdu. Yəni demək uşaq doğrudan da istedadlı uşaqdır. Ola bilər nə qədər vaxt oynamır. İndi Ayxan müəllim gəldi, ona başladı şans verməyə, görür ki, doğrudan da potensialı var. Eləsinə yəni Ayxan müəllim, Samir müəllim, Rəşad Sadıqovun özü, yəni beləsinə futbolçulara cavan hansı ki perspektivası var. Yəni mən görmüşəm ki, Samir Abbasov Sumqayıtdan Səbuhi necə çıxır? Yəni o Edgarın özünün də potensialı var və indi məsələn Ayxan müəllim orada götürsün desin ki, bəli, Edgar oynayır bütün heyətdə, əsasda qollar da vurur, əsas heyətimizin oyunçusudur. Niyə çağırılmır milliyə? Hara baxır məsələn milli? Elə deyəsə olsa Edgar orada məsələn ən azından fikirləşir ki, mən qol vurdum belə. Yəni elə bir təbiətli uşaq da deyil. Yekəxana deyim ki, sən nəsə bir başını qaldırsın, ulduz olsun. Amma ola bilər. Sadəcə olur, oynayır. Vaxtı məqamı da gəlib çatanda, Ayxan müəllimin özü onu milliyə namizədlərin içində deyəcək ora federasiyaya ki, bizdə də belə cavan uşaq var da, bu Edgar. İmkan varsa bunu da çağırın. İstəməyə ehtiyac yoxdur, onsuz da görən görür, baxan baxır, idman mediası da görür. Yeri gəlində Fernando Santuşa jurnalistlər sual verəcək ki, Ay Fernando baba, ay Fernando müəllim, nə deyə ona 1200 yaşı var, nə deyə, necə müraciət edir? Falan komandada belə bir stabil futbolçu var, o niyə çağırmamısan? Qoy onun cavabını o versin. Ay sağ ol. Ona görə də Ayxan müəllim yaxşı bilir nə deyir. Ona görə də komandasını da təbrik edirik, ikinci oyundu. Məğlub edir rəqiblərini və 6 xal vəziyyətini düzəldir. Vəziyyətini yavaş-yavaş düzəldir. Başqa nə var idi həmin oyunda baş verən epizodlardan? Belə oyun Şamaxı Səbaildə, belə oyun Sabahda, Şamaxıda yəni belə yadda qalan bir səviyyədə gedirdi. Yəni ondan başqa məsələn elə 100% momentlər var idi şeylərdə. Yox, elə bir qol geçiş qapıçıların müdaxiləsi də demək olar ki, olmayıb. Hə? Yəni amma bəlkə də turun ən mənasız, yəni baxımlılıq baxımından maraqsız oyun idi. Əsas məsələn iki komandanın ikisinə də sənə deyim, Sabah bəlkə də fikirləşirdi ki, gedib udacağıq məsələn. Sabah bilsən necə? Hamı fikirləşir. Oyunun sastavına, futbolçularına baxırsan. Sastavlı oyuncularına baxanda heyətə baxırsan, heyətdə bunlar heyətinə görə deyirsən ki, gedib Şamaxını udacaq orada. Berezutskiy sual verib ki, sənin yerli futbolçulara qarşı aqressiyan nə ilə əlaqəlidir? Belə bir şey yoxdur. Məsələn, Xəyal Əliyevdir, oynadıram. Məsələn, heyətə baxırıq, nə qədər yerli futbolçu var? Tellurdur, Daşdəmirovdur, Anatolinin özüdür. Yəni yerli futbolçulara şans verirəm. Elvin Camalovun komandadan ayrılması tamam başqa bir şeydir. Təbii ki, klub artıq burada maliyyə cəhətdən büdcəsini yaxşılaşdırır. Neftçidən sərfəli təklif, bu başqa bir şeydir. Amma deyir, mənim yerli futbolçulara qarşı hər hansı bir antipatiyam yoxdur, aqressiyam yoxdur. Hardan çıxıb o söhbət ki, beləsin antipatiya var səndə yerlilərə qarşı? Bundan qabaq kimsə verib ona sualları? Yox, ilk dəfə idi belə bir suala rast gəlirdik Sabahın oyununda. Yəni bundan əvvəlki konferanslarda belə bir görüb ki, nəsə belə bir şey var, amma Rəhman məsələn neçə vaxt oynamırdı? Daşdəmirov. Axırıncı 4-5 turda məsələn onu oynadır əsas heyətdə, buraxır normal da şəkildə oynayır yəni. O birisi o Azərbaycanlı futbolçular adlarını çəkdiyin futbolçular kimlər ki var? Xəyal Əliyevdir, Tellurdur. O da oynayır. Yəni
Mən bilmirəm indi hardan qaynaqlanır o sual niyə görə verilib ona. Yəni deməyim odur ki, hücumçuların hücumda Ümumiyyətlə, olan futbolçuların sanki potensialına görə Sabahın qanında var. O bax xarici əcnəbi mütəxəssis olsun. Legioner futbolçulara daha çox şans verilsin. O yaranışından bu tərəfə sanki Sabahda o görünür. Xaricilərdə. Xaricilərə meyillik hiss olunub ilk gündən. Okey, Rəssən. olsun. Bəlkə də olsun. buradan, Azərbaycanda yola məşqçi çıxıb var o idi da orada həmkarlarımız məsələn, belə bir son. Azərbaycanlılar. İşləyiblər. Burada Amin Quliyev işləyirdi. Ondan qabaq sonra kim idi? Panamarov işləyib. Elşad müəllim işləyib. Elşad müəllim işləyib. Yəni ondan sonra o legioner gəlir. Söhbət yox, gəlsin oynasın. Nəyi demək istəyirəm? Oyundan qabaq Şamaxının heyətinə baxıram. Oyundan qabaq baxıram Sabahın heyətinə. Heyət baxımından, oyun baxımından müqayisəyə gəlməzdilər. Deyirsən ki, məsələn olacaq. Amma görürsən qardaş, heyət o deyil yəni. Evet. Bundan qabaq yenə deyirdi ki, ustalıq səviyyəsi, qardaş, onu bərabərləşdirmək olur sən əzmkarlığınla, meydançada qaçmağınla, ondan meydançada artıq 2 dəfə çox istəməyinlə, gözünün Sabahın büdcəsi Qarabağ və Neftçidən sonra 3-cü yerdədir. Düzdür? Elə də reallıqdır. Və Sabaha baxırıq 5-ci sırada. Və Şamaxıdan, həmin o Şamaxıdan 7 xal öndədir. O Şamaxı ki, ancaq yerli futbolçularla oynayır. Ay sağ ol. Ustalıq səviyyəsinə görə legioner futbolçuları ilə Sabahın oyunçuları arasında dağlar qədər fərq var deyə bilərik. Yəni bu müasir futbolda pul və baha futbolçular məsələni həll eləmir də. Meydançada kim gedəcək? Aqressiya, mübarizlik, döyüşkənlik sona qədər oynamaq. Gözünün yanmağıdır, futbol istəyidir, qələbə üçün yanmalıdır. Yəni çoxdan geridə qalıb. Nəysə, Sumqayıt Kəpəz 11 oyun qol vura bilməyən, qələbə qazana bilməyən Sumqayıtın əslində bu oyunda partlayacağını düşünmək olardı. Düzdür, rəqib də Kəpəz idi. O Kəpəz ki, hər oyun demək olar ki, qol vurur, hər oyun demək olar ki, düşünür. Düşünür nə idi? Döyüşür, düşünür. Bundan da qabaqçı bir işlənəsə danışırdı. Neçə əlaqəli yox, allergiya ilə. Allergiya da oradan məndə mart ayının axırında. Bunun da danışırsan, O gözlərimə bax, sensei. Bəli, Sumqayıt Kəpəz oyunu haqqında danışanda belə danışırsan bayaqdan, xəbərin yoxdur. Orada qaqaş, onu bir dənə regulovka elərsən Kamran bilən. Viu! Nəyə də qaqaş var bir dənə, danışır. Ağırda yazıdır. Qarabağ viu! Baxımsan ona. Vıyıldayan qaqaş, görmürsən onu? Yoxsa TikTok'un yoxa çıxandan girmirsən? Yox, girmirəm deyə. Xəbərim yoxdur. Okey, Sumqayıt Kəpəz. Doğrudan da 11 oyunuydu. Hamının gözü yəni yolda qalmışdı ki. Roy Keyhat sən. Niyə vurmur qol? Söhbət indi bilsən nədir? Söhbət odur ki, bax beləsinə vurduğu qollar var amma Məhmədlər. Hansı ki bu oyunda qol vurublar. Bundan qabaqçı oyunlarda da Sumqayıt yaradırdı. Bax sən deyirdin. Vura bilmirdilər sadəcə olaraq. Ya rəqib komandanın oyuncusuna dəyər və yaxud da rəqibin qapısı yaxşı oynayır və yaxud da nəsə bəxti gətirmir də qardaş. Deyək ki, oyun baxımından yox. Oyun yoxdursa qardaş, necə sən dişivə uyğun məsələn rəqib Kəpəzlə, məsələn belə baxanda da eyni səviyyədə komandadır. Təxmini belə götürsək. Sən necə olur ki, 3 dənə qol vursan Kəpəzi 3-0 Sumqayıt tutdu. Hamı deyir ki, oynatır Sumqayıt 11 oyunda qol vura bilmir axı. Necə olur? Nə vaxtsa vurmalıdır da. Yəni oyun baxımından bundan qabaq da deyirdi ki, var. Oyun baxımından komanda da oradan oynayır, təhlükəli momentləri yaradır. Yəni momentlərə girir. Sadəcə olaraq həmin o momentləri 100% sənin ustalıq səviyyən çatmırdı ki, sən onu 100% qola çevirəsən. Amma özdə xallar da bərabər idi ya, 22. Kəpəzin də momentləri var idi ya. Bunlar birinci qolu vurmamışdan qabaq. Epizodlar var idi, amma mövsümdə ən zəif oyunlarını keçirdi. Elə bunu Azər Bağırovda. Elə birinci qolda da vuranda da o Keyhat vuranda qolu müdafiədə elə bilirsən necə o boşluq hansı ki yenə deyirəm o konsentrasiyanı bir anlıq itirməyi, hardasa bir balaca belə məsuliyyətin aşağı düşməyi ki, epizodda bu epizoddan mən 100% məsələn birə-bir mübarizədə və yaxud da hansısa bir müharibə momentlərində, tutaq ki, hava toplarında və yaxud da hardasa meydançada hər bir futbolçu elə bil duel yaşayır, başa düşdün? Və mən bu dueldə tutaq ki, mən qalib gəlməliyəm, mən udmalıyam, mən almalıyam topu, mən şeyin qabağını udarım. Ən pis halda uduzmuyum. Ay sağ ol. Yəni meydançada olan futbolcular hamısı yəni bir-birindən elə bir dueldədir, hər mövqeyə görə. Və bu epizodda tutaq ki, birinci 20-ci dəqiqədə qolu vururlar, elə bil bir balaca Kəpəz ruhdan düşür. O qoldan sonra da elə bil təsəvvür 11 oyunda qol vura bilmir. Halbuki neçə oyunda mövsüm ərzində neçə oyunda Kəpəz hesabda geri düşüb amma ruhdan düşməyib.
Aysa, bu oyunda nəsə elə bilirsən necə biraz oyunu istədiyi kimi getmirdimi Kəpəzin və yox Vaqif Cavadov yaxşı bir fikir səsləndirib. Nə baş verdi ki, belə 3-0 hesablı qələbə qazandınız, 11 oyundan sonra qollar vurdunuz deyib danışmadı. Çox danışmadı. Baxıb, Deyir çox danışmadı. Çünki Yəni danışmadım, susdu, Aysa. effektini verdi. Çünki çox o danışan danışdı. dönüyor. Dura bilmir, bir yerdə Yaxşıdır. durmur. Tanıyıram da mən Vaqif. Mən özüm də məsələn oyun gedişatında Deyinir, danışır yoxsa? Yox. Hə. Oyunun gedişatında oyun patskaska edirsən da, korrektirovka falan gəlsən düşür, sən ortaya gir. Ey, onda oyunçu var. Ona yaxındır. Qapısı danış da, niyə danışmırsan? Biraz qabağa çıx. Elə bil özün dirijorluq edirsən. Meydançada sənin əgər oyunçun yoxdursa, bir nəfər, iki nəfər oyunu regulovka eləyən bayaqki dediyim o dirijorlardan. Uje sən qıraqdan məsələn o Palıçkaları götürsən, özün başlayırsan. Yaxındır, çıx sonra tez ver, o tərəfə dəyiş, bu tərəfə. Çünki mən məsələn uşaqlarım elə məndə oynayanlar 17-18 yaşları varlar, gənclər. Gəncə nəsə başa sala bilirsən. Sən görmüsən məsələn Qurban müəllimi Qarabağda qıraqdan nəsə Simeone kimi nəsə beriləsin, ora düş, bura düş nəmlə. Olur amma Dayanır, çox məsələn belə baxır. Olur, çox Çünki bilir ki, onun arxada o tədavisindən tutmuş, qapısını məsələn Taxşı Şaxrudinindən tutmuş, Kakalskidən tutmuş, qabaqdan nə bilim Kardiya kimi hamı bilir saat kimi ki, kim nə etməlidir. Bu ona görə oradan baxır. Vaqif də hər oyunda beləsinə paskaskalar eləyir, danışır. 25-də də gücü bəlkə də 60-cı dəqiqədə bəlkə də bir dənə bu Karvalov atır və yaxud da Valerian Kaçirində Vaqif mənim dostumdur, canciyərimdir. Yəni yaxşı mənada deyirəm. Ola bilər ki, fikirləşib deyib ki, qoy danışmayacağam, heç nə deməyəcəm, qoy sakit oturum. Amma belə yenə də sakit oturan deyil də, mən özüm də. Oyunda görsən məsələn nəsə deyirəm, danışıram. Deyirəm nə olar, bir də belə oynayaq ki, mən oynayım 5 dəqiqə, ayağımı beləsinə qoyub sakit oturum. Baxın mən də bir dənə həzz alım. Ləzzət alım da sizdən. 1, 2, 3-cü pasdan sonra belə bax. Ver onu da bax o şeylə. Başlayıram ki, bildin nədə deyirəm ha. Görürəm mənə gəlmir. Başlayır. 3-ə çatmır da yəni. 200-400 pasdan sonra verirəm, görürəm xırtlayıram da qalarım yaxşı. Sonra ki, onu ara verirsən, qaqam sadə elə də bu sadə, bunu götür ver ora pası. Niyə çətinə gedirsən? Futbolda da qardaş asandan çətinə gedirsən. Birinci asanı da ən çətinidir. Asan futbol bilsən nədir? Pas. Aldın, verdin, yer dəyişdin, istiqamət bağlandı. Götürüm indi belə Real oynayır, Vinicius götürür, Rodrigo götürür. Getdi, ha, okey. Amma o da daha çox dayaq zonasında olan futbolçulara aid. İstəyir arxadan al ver, sadə. İstəyir hücumda, istəyir harda. Münasır komandalar qardaş. Bu dəqiqə elə müdafiə olunur ki, sən onu yarmağa eləməyə və eyni zamanda da bir ötürmə ilə bir anda hücumun səmtini dəyişmək bacarır. Əlbəttə ki, qardaş, o bir sənətdir, o taktiki baxımdan meydanı görməkdir, klass olmalıdır ki, əlində İsmail. Sən uzun pas verə biləcək cross kimi futbolçun olmalıdır. Birə-bir oyunçu allatmağa futbolçun olmalıdır. Bayaq Nefsiyə gəldik, bayaq Samir Abbasov da dünənki mətbuat konferansında özü də vurğuladı ki, deyir, müdafiə oturuşmuş müdafiəyə qarşı sanki deyir Nefsi futbolçularını sesini eləyə bilmirdi. O da məsələn özü də qadir deyir ki, oturuşmuş müdafiəyə qarşı əgər müdafiə oturubsa komanda, sən o qədər cinahlardan ötürməklə, divar paslarından ötürmələr elə keçkinən. Çünki kompakt dururlar, sıx da, divar pas 1-2-1-2 dınq, obisi gəlir, Strahov girir, götürür topu. Orada o şey, cinahlardan sən oyunu qurursansa, bunları istəyirsənsə oturuşmuşu biraz genişləndirirsən də. Məsələn, Realda Vinicius, o tərəfdən nə bilim Dembele, nə bilim kimləri ki deyirsən, hansı ki birə-bir oyunçun ruh kimi keçir ha. Sənin oyunçuların olmalıdır. Bax elə. Özü də qayıtdı Samir müəllim qeyd elədi ki, Bakılan Lemon olanda yaxşı. Ay sağ ol. Ukrin olanda yaxşı idi. Keçəcək, gedəcək. Ukrin olanda yaxşı idi. İndi o işi görən futbolçu demək olar ki, solağa girəcək, götürəcək. İndi o yoxdur Neftçidə. Özü də vurğulayır. Ona görə deyir çətinlik çəkirdik. Ona görə sən futbolçu seçimində sənin elə bir sastavın, elə böyük dərəcədə sənin əlinin altında materialın olmalıdır ki, sən bilirsən ki, bu müdafiə oturub burada birə-bir oyuncu keçməlidir. Bu oyunu tutdururam, ta ki İsmail sən oynamırsan qaqaş. Bu oyunda mənə məsələn Lemon lazımdır. Rəqibə qarşı sxemimiz dəyişməlidir. Birə-bir oyuncu keçib məsələn cinahdan ötürmə verəcək, girəcək, ötürmə verəcək, girəcək. Onun əlində sənin futbolsun yenə deyirəm kasatdısa, sən meydansa da əziyyət çəkəcəksən. Bu da yenə eyni söhbət, eyni çevir tatı, vur tatı. Yəni bu da gəlir transfer işlərində uğursuzluq, düzgün yanaşmama. Ona görə də məşqçi yarı yolda sən hansı sxemlə oynayırsansa, o sxemə oyunçu ilk növbədə tapmalısan.
Düzdür, Samir Abbasovla yolun başında başlamamışdı, start götürməmişdi Neftçi. Roman Qriqorçuk. O da aşağı yuxarı eyni sxemlə oynayırdı. 3-5-2, 5-3-2 sxemidir. Və bilirsən ki, Neftçi bu sxemlə oynayacaq. Samir gələndə də, Abbasov gələndə də bilirsən ki, bu sxemlə oynayır da. Bunda daha çox müasir futbolda nədir? Hibrid sistem, bir də lateral mövqedə oynayan oyunçuların keyfiyyəti. Evet. Bax indi Mustafa Sekdə biz onu görürük. Ervin Kofi də canlanıb, özünə gəlib. Neçə oyundur bax cinah ötürmələri, özü də yeri gələndə daxil olur cərimə meydançasına. Mustafa Sek mənə görə bu dəqiqə Neftçidə ən səviyyəli oyunçudur, ustalıq səviyyəsinə görə. Keyfiyyət bilinir. Dərhal futbolçunun toxunuşunda, zonaya açılmasında, qaçışında bilinir ki, hə bu futbolçu həqiqətən də Romada oynayıb, əsas heyətdə oynamasa belə təcrübəli futbolçudur və Neftçiyə faydalı olacaq. Bax, digər futbolçularda da bax belə nöqtə vuruşlar olmalıdır. Bauer Bundesliqada oynayıb. Werder'də. Nə olsun? Hanı Bauer? Bauer Bundesliga'da oynayıb, nə bilim, Koller'dən, Kimmich'lə, nə bilim, kimlə, komanda yoldaşları budur da, qardaş. Gəlib bura düşəndən yoxdur da, Bauer var, hanı Robert? O gəlib, orada yenə deyirəm, oradakı komanda yoldaşları, qardaş, hamısı profesional futbolçudur. Bauer bilir ki, gözümü yumub buradan belə pası verəcəm, o tərəfdən, nə bilim, kimsə Friedrich Schlüsenberg qaçacaq oradan. Və yaxud da oradan, nə bilim, Patrick Kluivert gedəcək, köhnələr kimsə də, yəni bildin necə? Hamısı sistem şəkildə Effenberg, oradan qaldıracaq, Koller soxacaq, Schmeichel'də Devetkadan çıxardacaq. Kan çıxardacaq. Yəni, Bauer'i gətirmirsən sən bura, Bauer Azərbaycan çempionatı çətin çempionatdır. Həmin futbolçular o deyil səviyyəsi. Həm də ki, nəyə görə Neftçidə başladı yavaş-yavaş dirilməyə, beləsinə, düzərməyə? Çünki başladılar oyunları udmağa. Udandan sonra nasıl yaxşı olur. Hava düzəlir. Hamının üzü başlayır gülməyə. Bonus qazanırsan. İşlər başlayır yaxşı getməyə. Doğrudan da yaxşı şeylər çıxır ortalığa. Ona görə. Belə hörmətli izləyicilər, bugünkü buraxılışımızın sonuna gəldik, çatdıq. Növbəti 27-ci turda bu maçlar olacaq Azərbaycan çempionatında. Araz, Naxçıvan, Şamaxı, Kəpəz, Qarabağ, Sabah, Zirə, Səbail, Neftçi, Turan, Tovuz, Sumqayıt qarşılaşması. Afişa olaraq Sabah, Zirə daha maraqlı görünür. Bəli. Maraqlı qarşılaşma olacaq, amma Araz, Naxçıvan, Şamaxı, eyni zamanda Turan, Tovuz, Sumqayıt. Demək olar ki, bütün görüşlər. Yalnız Kəpəz, Qarabağ maçında yəni aşağı yuxarı bəllidir nəticə indidən deyə bilərik. Bəllidir, amma yenə də Kəpəz boy göstərəcək, qardaş, cırışacaq Qarabağa qarşı. Simvol belə komandalar İsmail, güclü komandalara qarşı oynayanda Qarabağa qarşı, Sabaha qarşı rahat çıxırlar. Futbolçunun içindən, yox, rəqib Gəncənin futbolçuları, yəni hamı özünü elə Kəpəz futbolçuları meydana rahat çıxır ki, mənim üzərimdə təzyiq yoxdur. Orası elədir. Amma özünü də yaxşı tərəfdən göstərməyə çalışırsan ki, sən ancaq bir var Səbailə və yaxud Araz, Naxçıvana qarşı oynayırsan, bir var Qarabağa qarşı oynayıb. Qarabağın da futbolçuları hamısı, yəni professional futbolçular da onlar da gərək oyuna elə hazırlaşıb elə çıxacaq ki, yəni o boşluqları verməsin. Çünki Gəncə də bundan qabaq Neftçini cəzalandırdı, 1-0 qalib gəldi. Oradan da yəni maraqlı oyunlar var. Maraqlı oyunlar olacaq. İzləyək. Növbəti həftə yenə də görüşərik. Ümid edək ki, Alik bizimlə bir yerdə olar. Salamlarımızı çatdıraq. Salamlarımızı çatdırırıq Alikə. Elə siz izləyicilərə kanalımıza abunə olmağı unutmayın. IQ Sports YouTube kanalımız fəaliyyətdədir. Maşallah olsun, sayımız da artır günü-gündən. Maraqlı rəyləriniz, şərhləriniz var. Nə deyə bilər? Verilişin əvvəlində dedin, yadıma sal nəsə deyəcəm. Nə idi o demək istədiyin? Hansı? Yadından çıxdı. O qədər şeylər var ki, yadımdan çıxır hamısı. Dedin, yadıma sal, birazdan danışacağım. Nəsə bir ipucu vermək lazımdır. Orada nədənsə danışacaq. Çünki mən də elə daxil bir dənə nəsə deyirsən, onda yadıma. Elə olanda gərək qeyd edeyim. Özündə Zametkada qeyd edək. Saxlayaq gələn verilişə. Heç nə. Sağollaşaq. Sağ olun əziz tamaşaçılar. İndi bilmirik nə dərəcədə yaxşı oldu, pis oldu, amma biz hər zaman çalışırıq ki, doğrudan da sizin istəklərinizi yerinə yetirək və verilişimizə hər dəfə bir maraq qataq. İndi hamı yazır, danışır ki, Ruslan müəllim, nə oldu Ruslan?
anekdot danışmır, maraqlı söhbətlər danışmır. Bu veriliş yəni De gəlsin bir dənəsini. Verilişin axırıdır de gəlsin. sən də o jurnalistlər kimi elə böyürdən odu elə bir benzini töymüşəm üstünə. Başa Yox, biri var, yox. Gəl belə eləyək. Alayandı. Gəl belə eləyək. Tamam, verilişin rəsmi hissəsi var. Rəsmi hissəsi artıq geridə qalıb. Sağollaşma mərhələsindəyik. O sənin titrlər gedir. O kino qutarandan sonra titrlər qalxır. Hə, bax o hissədə. Səhnə arxası kadr. Bas geçsin. Pas geçsini de ona evet. Nasıl razı bir tane daha anekdot yapmak işte sonra. Gene sefer danışacağım abi sana. Gene sefer danışacağım. Heç nə, sağ olun. Gelen görüşürüz. Görüşərik, eşidilərik. Bakın. Hələlik. Fuck.